İlham Pərim. Ya Rəbb, hər gün göndər İlham Pərimi, o gözəl sözləri yazdırsın mənə. Gələrsə köməyə mənim sözlərim, yəqin ki, bir rəhmət deyərlər mənə. Mənim bu kitabım, bu sözlərim də, bu bir hədiyyədir mənə Allahdan. Mən də sizə verim bu hədiyyəmi, bir xatirə kimi qoy qalsın məndə. Əgər kimsə məndə gəzərsə əyri, o tiri görmər torlu gözündə. İstəsən sənə də etsinlər hörmət, qısıl abrına, otur yerində. Sobamın bacası olsa da əyri, həmişə düz çıxıb bacadan tüstüm. Qalmağa yer gəzən hər bir qonağa, daim körpü olub düz çıxan tüstüm. İstedad qazandım öz zəhmətimlə, təbiət yetişdirib dahiləri. Töksən alın təri, olsan çalışqan, bil ki, çıxar əldən usta işləri. Gəzdim ki, hər yanı etibar görüm, etibar görmədim özümdən başqa. Kimə ağız açdım, təmanna umdu, var hər şeyi bir insanlıqdan başqa. Maddiyyat idarə edir çoxunu, mənəviyyat yolundan çıxmamışam. Maddiyyat qurtarıb qalıblar çöldə, inan beləsini hər gün görmüşəm. Dünyanı yaradan bir yaradıbsa, biz niyə dünyanı bölməliyik ki? Axı biz yarananıq, o yaradan, bu haqq yolunu niyə pozuruq ki? İndi cəllad olur haqlıya hakim, zaman şahidlik edir buna sanki. Mən şahid olsam dilimi kəsərlər, zaman da cəlladla şərikdir sanki. Bir-birlərinə gedib bu dostlar, həmişə hər yerdə birgə görmüşəm. Rasim eləsi olub ki, onlardan yediyi qaba tüpürən görmüşəm. Yediyi qaba tüpürən görmüşəm.